Axşamınız xeyir. Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar. Planet Barınız Baku studiyasının istehsalı olan Gülüş yığmasının 10-cu buraxılışına baxırsınız. Əziz dostlar, bir daha xatırlatmaq istəyirəm ki, ildə heç vaxt adi gün olmur. Bildiğiniz kimi, bugün noyabrın 8-idir. Və bugün noyabrın 8-ində biz KVN-şiklər üçün çox önəmli və əlamətdar bir gündür. Çünki bugün Beynəlxalq KVN günü qeyd olunur. KVN-şiklərin adından təşəkkür edirəm. Bugün daha bir bayramı biz qeyd eləməliyik. Noyabrın 8-i Bakı metropoliteni işlərinin günüdür. Əziz metro işləri, diri insanlardan yerin altında ən çox siz olursunuz. Mən əlbəttə ki, sizə gözəl hədiyyələr etmək istəyirdim. Amma məndə gün eynəyi və çətirdən başqa heç nə yoxdur. Və başa düşdüyümüz kimi bunlar yerin altında sizə heç vaxt lazım olmayacaq. Ona görə bir daha bizim sadəcə belə deyək, quru-quru təbriklərimizi qəbul edin. Bayramınız mübarək, əziz metro işçiləri. Daha bir tarixi gün. Plastik əməliyyatsız, əsl təbii gözəlliyi qiymətləndirməyi bacaranlara demək istəyirəm ki, bugün noyabrın 8-i 1935-ci ildə aktyor, rejissor, senarist və prodüser məşhur Alain Delon dünyaya gəlib. Bir maraqlı faktı da nəzərinizə çatdırım. Deyirlər ki, dünyada hər iki qadından biri ona aşiq olmuşdu. Bugün Alain Delon'un 79 yaşı tamam olur. Amma bu nənələr hələ də ümidlərini itirmirlər. Davam edək. Hörmətli xanımlar və cənablar, gülüş yığması sözün əsl mənasında, sözün daha dəqiq desək, yaxşı mənasında hücuma keçir. Hücuma keçir və bu hücumun başında sözün əsl mənasında veteranlar durur. Yəni, Planet Barınız Bakunun aktyorları. Beləliklə siz dünya şöhrətli mətbəxlərin dadlı yeməkləri olan restoranları, dəbdəbəli salonları və zövqlə bəzədilmiş lounjları ilə tanınan Rixos Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə gülüş yığmasının 10-cu buraxılışına baxırsınız. Salam əleykum. Salam, hoş gəlmişsiniz bizim möhtəşəm Rixos otelinə. Doğrudan da möhtəşəm oteldir. Buranı mənə dostlarım məsləhət görüb. Mənə bir gecəlik otaq lazımdır. Sabah başqa rayona gedəcəm. Çox təəssüf eləyirəm, boş otağımız yoxdur. Yalnız bir nömrə var, 2 otaqlı. Amma birində bir kişi yaşayır, o birisi boşdur. Heç bir problemi yoxdur, mən razı. Tək ki, başımı qoyub yatmağa bir yer olsun. Bir problemimiz də var. Həmin o kişi dəhşətli dərəcədə xorulduyur. Səsindən yatmaq olur. Mən razıyam. Açarı verin zəhmət olmaz. Buyurun. Çox sağ olun, təşəkkür ederim. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Çox gümrahsınız. Necə yatdınız? Çox gözəl. Rixos oteli də oradan da çox gözəl oteldir. Bəs xorultu? Xorultu oldu ki, otağa girən kimi qardaşının yanağından öpdüm. Dedim ki, canım, şirin yuxular. Qardaş da qorxusundan nəinki xoruldamaq, heç yerindən tərpənmədi. Rixos otelə xoş gəlmisiniz.
Yeməyin nəyiniz var qardaş? Bizim restoranda ürəyiniz istəyən yeməkləri sifariş edə bilərsiniz. Onda mənə bir dənə noxud supu, lobya salatı, sonra bir dənə steak ver. Yanında qarnir nə verə bilərsiniz? Yaşıl noxud verin. Sonra bir də çoxlu göyərti qoyun suyun üstünə. Turp var, Bəli var, turp verin. Sonra ağ turp da var, o da var. ağ turp da verin. Axırda da bir dənə pivə ver, yanında da çoxlu noxud. Baş üstə. Ölürəm. Bəs siz nə sifariş eləyəcəksiniz? Mənə də gör də, nə məsləhət görsən onu da ver də. Oldu. Qardaş, bu sizin noxud supunuz, Əla. bu lobyalı salat, göy-göyərti, turp, ağ turp, pivə ilə də noxud birazdan gəlir. Qardaş, dostumuzun sifarişindən sonra sizə ancaq bunu məsləhət görə bilərəm. Neçə dəqiqədir qaçırsan? Hardasa bir yarım saat olar. Malades sənə. Sürət nə qədərdir? 10 kilometr saatdə. 10 kilometr. Aha. Ha, bura bax, ehtiyatlı ol ha. Niye ki? Yol polisi Serjant Murtuzov. Sənədlərinizi təqdim edin zəhmət olmasa. Gördün? Sənə dedim, ehtiyatlı ol da. Bir dəqiqə. Reis başa düşmədim. Xeyr oğlum, mən sənədlərimi verməliyəm, ha? Vətəndaş, niyə başa düşmürsünüz? Bu yolda maksimal sürət saatda 8-dir. Siz isə saatda 10 ilə qaçırdınız. Başa düşdünüz, sənədlərinizi təqdim edin. Hayat olmasın. Deyirəm, indi sizin əlinizdən heç istirahət də edə bilmirik, ha? Reis, deyirəm, bəlkə bunu başqa yolla həll eləyək, ha? Yox, olmaz. Burada kameralar var. Gəl çıxaq çölə. Kömək eləyin! Xahiş edirəm, kömək eləyin! Adam batır! Nə olub, xanım? Kimə kömək eləmək lazımdır? Xahiş edirəm, kömək eləyin, dostum batır! Dostumuzdur. Üzə bilmir ki, dostumuz. Yox, üzə bilmir, bu saat boğulacaq, xahiş edirəm, kömək eləyin! Ha, boğulacaq ha? Yazıq. Xanım, deyirəm, madəm dostunuz boğulur, deyirəm, bəlkə hələ icazə verəsiz, özümü sizə təqdim edeyim, ha? Adım İskəndərdir, xanım. Yəni, İsik də deyə bilərsiniz. Mətanət, Mətiş deyə bilərsiniz. Mətiş, hə? Mətiş, bugün axşam nə edirsən, Mətiş? Axşam? Axşam artıq heç nə eləmirəm. Deyirəm, onda bəlkə restorana gedək, hə? Rixis otelin bir dənə restoranı var ki, gəl görəsən. Nə deyirsən? Yaxşı, gedək. Niyə gəl, getdik. Salam aleyküm. Rixis otelinin ən yaxşı kisəçisini bura dəvət edin. Salam aleyküm. Buyurun, eşidirəm sizi. Məni kisələmək lazımdır, amma yalnız əllərimi. Baş üstə. Əyləş. Üzr istəyirəm. Nə çirkli əlləriniz var? Yəqin zavodda, zadda fəhlə işləyirsiniz. Xeyr, mən müfəttişəm, vergilərdə işləyirəm. Bəs əlləriniz niyə belə çirkli? Bəs eşitməmisiniz ki, pul əl çirkidir? Buyurun, kisələyin. Kisələyin. Mən reydə tələsirəm. Əminəm ki, hamı indi işlərini qoyub bir qırağa, bizə baxır. Özdə hamını bir neçə sual maraqlandırır. Görəsən indi
xəbərlərdə nə deyəcəklər? Görəsən dünyada nələr baş verib? Bütün bu suallara əlbəttə ki, Photoshop xəbərlər cavab verəcək. Qarşılayın, arenaya ağır gülüş ustası Azər Məmmədzadə dəvət olunur. Salam Tahir, çox gözəl dedin, amma bunu qeyd eləməliyəm ki, əziz tamaşaçılar, bizim Photoshop xəbərlərdə dünyanın ən son xəbərlərini eşitməsəz də, dünyanın ən gülməli xəbərlərini görəcəksiniz. Elədir, əziz tamaşaçılar. İnanaq, Azər Məmmədzadə Photoshop xəbərlərlə. Binəqədi rayonunda qətl hadisəsi. Pişik yəsini onun viskasını yediyinə görə boğub öldürdü. Bugün Bakı Konserv Zavodunun kollektivi iş yerlərində yeni il yolkasını qurub şənlik keçirirlər. 38 yaşlı Bakı şəhəri sakini Ələkbər kişinin pişiyi ev işlərindən artıq bezib. Onun bir arzusu var ki, yəsi tez evlənsin. Ağcabədi rayonunda yeni Tövlə FM radiostansiyası açılıb. Radiostansiyanın DJ-i bugün ilk dəfə dinləyiciləri efirdən salamlayıb. 17 nömrəli məktəbin şagirdi Vasifdən bütün məktəbdə qorxurlar. Məsələ ondadır ki, Vasifin xətrinə dəyən kimi o, əmiləri və dayılarının hamısını məktəbə gətirir. Sumqayıt Superfosfat Zavodunun işçiləri 2 ay maaş almadıqları üçün narazılıqlarını bildirib işə çıxmırlar. Show biznes xəbərləri. Toppuş bacının evindəki soyuducunun şəkli paparassilərin əlinə keçib. Sağ olun gələn görüşlərə də. Azər Məmmədzadə xüsusi olaraq gülüş yığması üçün. Əziz dostlar, verişə gələndə prodüserlər mənə dedilər ki, onun çıxışlarını tamaşaçılar karvalolsuz izləyə bilmir. Sən demə, tamaşaçıların gülməkdən ürəkləri gedir. Əgər bir neçə damcı karvalol qəbul etmişsizsə, onda hazır olun. Arenaya Fərda Amin gəlir. Necə təqdim elədim səni? Çox hala, çox hala. Heç kimi belə təqdim eləməmişəm. Həqiqətən, mən bilsəm ki, mənə görə kimsə dərman qəbul edir, mən ümumiyyətlə gedərəm bu işdən. Uzaqlaşaram, həqiqətən heç ehtiyac deyil. Qurban sizə. Fərda, Bəli, keçək mövzumuza. keçək. Azərbaycan evlərindəki lazımsız əşyalardan danışacağam. Var belə əşyalar? Çoxdur. Misal üçün, birindən anons kimi. Anons kimi deyim. Məsəl üçün, qulpu qırıq kruşka hər Azərbaycan evində var. 99% var. Ola bilər 1% olmasın. Qulpu qırıq kruşkalar və digər əşyalar haqqında daha ətraflı Fərda Aminin təqdimatında. Uğurlar. Təşəkkürlər. Nə qədər remont eləyirsən elə, nə qədər təmir eləyirsən elə, evdə yenə artıq şeylər var. Qardaşın onları tapıb, deyəcəm. Hər bir Azərbaycanın evində də olmasa 98%-ində bu var. O bizdə də var, hələ də atılmayıb. Nədir o? Belə bizdə yumru qabdır. Sizdə ola bilər üçbucaq olsun, bizdə taxta da ola bilər, sizdə dəmir olsun. İçindəkilərdən söhbət gedir. İçində nə var? Əyri-əyri mıxlar, elə-belə təsəvvürünüzə gətirin, şaybalar, heç yana bağlanmayacaq bundan sonra. Bax o şaybalar. Purjunlar, lazımsız rezin, nədir, haranın da bilinmir. Amma orada qorunur o. Gətirəm ki, həqiqətən, gətirəm ki, ata bunu ataq da, apar qoy yerinə.
Lazım olar. Nəyə? Nə vaxt? Vaxt da yoxdur. Yəni evdə təzə təmirdən çıxıb. Niyə axı? Və dünyada elə bir usta yox ki, mıxı divara belə əyri vırsın. Düzəldilib vurulur. Düzəltsən də qırılacaq. O qədər pastadır. Yəni 18-lik, elə bilirsən ki, Bolt 18-likdir. Götürürsən belə çırpan kimi tökülür, görürsən 9-luqdur. Yarısı pastır. Və onları elə qoruyuruq. Dedim o təmirdən sonra hər Azərbaycanlının bir qladovkası var. O qladovkada nələr var? Bankdır o, bank. Yəni velosiped təkəri, bəh-bəh, girirsən, ayağı dolaşır. Köhnə toz soran. İşləmir də bu, tulla bunu, bu nədir bura yığımsan? Banka, 1 riyad, 2 riyad, 3 riyad. Banka, ağzı kəsik banka. Hədiyyədir deyir ki, götürüb kiməsə verəsən, bir də hədiyyə verməyə əl gəlmir. Kraska qablarıdır, bitib, kraskanı vurmuşsan, bitib, kistə içindədir. Və qoymuşsan, quruyub. Niyə quruyursun? Atla da bunu. Qutardı bu, bir də sökülsə, aşağısı 1 ildən sonra olacaq da bu. Qupquru quruyub, sonra o ikisindən tap batar. Vallahi dəymir əziyyətlə, doğrudan dəymir. 1 metr boy qalıb onu da saxlayırıq. Götür, ver də bunu. Vallahi ver getsin. Divan, təzə divan alır evinə. Görəsin çıxardır, qoyur qapıya. Novruz bayramında uşaqlar gəlir ki, əminə olar, apar bir aparaq yandıraq. Hərətlə, bir dənə. Nədir burada? Ver yandırsın da uşaq. Qoymuşsan liftin ağzına, çıxan ilişir, girən ilişir, çıxan söyür, girən söyür. Nədir bu maraq, nədir bu nə qazanç daxı? Saat yatdı mı? Ögət görmə bu batareykalar bura tez. Bir oğuc batareyka tökdün stolun üstünə. Salırsan işləm. Salırsan işləm. Salırsan işləm. Bunu o gün də taxmışsın, işləmir. Atmamısan. Yəni bunu tişlədin. Çeynədin. Vurdun. Yəni hər şey eləmişsən, bu bitib də və salam. Yəni 6000'lik televizorun pultunu dizinə vurub işlədir. 3-2 dənə batarey kaldı, zibilə qal səni. Təzdən, ay bu zda çalma, batarey kaldı, verərlər, həqiqətən. Kibrit verirsə, onu da verər. Amma yox, bizdə o şeydir, qorumaq. Elə ki, batareykanı şey deyirik, orada üzə salır ki, mən də sizi atmıram, siz də orada birləşin, bir şey yığın mənim üçün. Doğrudan elə, yanaşma odur. Saat. Qardaş, saat neçədir? 4-ə qalıb 15 dəqiqə, təşəkkür edirəm. Yəni, bunu deyə bilmirsənsə, və yaxud evdə saata baxırsansa, yatıb və elə də qalır. Bu işləmirsə, ya bunu düzətdir, ya da tulla geçsin də. Yox, bizdə hər şey qorunur. Bizim evimizdə bir budilnik vardı, atamın ən sevdiyi budilniklərdən biridir. Xaladelnikin üstündə də işləmirdi. Oradaydı. Və dedim ki, ata bunu tullayaq da, yəni arada bir adam çırxır, baxır eləyir, qoluğu qıraram. Gənclik xatirəsidir. Olsun, yaxşı, qalsın. Və 4 dəfə xaladelnikin yeri dəyişdi, avtomatik adam evdə dəyişiklik eləyir və o da onun üstündə, getdi. Yəni, olmaz, əl vurma onu. Bir gecə saat üstə, tırrrp səsə hamımız durduq. O nəydi? Gəldi, yuxulu, qarşılaşdıq xınada, saat yerdə. Atam elə qanlı vaxtı ki, sən elədin? Dedim, atam eləmədim. Budilnik intihar elədi. Atdı özün. O yoruldu, biz yorulmadıq, o yoruldu. Və Azərbaycan evlərinin, xanımların ən çox sevdiyi bir bölmə var, döşək bölməsi. Döşək. Dünya matrası qəbul eləyib. Azərbaycan qəbul eləmir. Yəni, bəzi ailələr. İçi biz olmaq şərti ilə. Yəni, matras, yəni bu, ayağa xeyri olan matras var, bel sunna, nə bilim, onurğa filan, bizdə yox. Yəni, matrasında döşək olmalıdır. Amma bu niyə? Soyuqlayarsan. Niyə soyuqlayıram ki? Çöldə yatmamışıq ki. Evdə də bunun üstündə dünya ulduzları yatır. Başa salamırsa, mümkün deyil. Niyə görə bizdə işə gedişmələr olur deyəcəm. Mən maraqlandım internetdən. Çinlilər nə eləyirlər? Ancaq dəniz və dəniz məhsulları yeyirlər. Çörədən ümumiyyətlə çox az istifadə edirlər. Yatanda çox bərk yerdə yatırlar. Onurğa, nə bilim, baş, qan dövranına görə yatanda da işləsin. Bizdə nədir? Gecə saat 3-də gəlirsən evə, asasan xaladelniyi, yaxşı küftə var, soyuyub, qızdırmağa axot yoxdur. Zavod sürəyə zıp götdün, əlindən küftəni qoydun, yedin, öz budilnikin səsi, rubilnikin səsi gəldi, atdın, qəşək fırlandın və döşək səni gözləyir. Döşək də maşallah. Uzanan kimi alır qucağına. Azərbaycanlıların döşəyi silin, qrafika gözü ilə baxın, yatış forması budur. Ən bərk yer döşəkdədir. Yəni, bu vəziyyətdə, bax, bu vəziyyətdə qan sənə hörmət eləyib bir dəfə fırlanar, gecə. Hörmət mənasında ki, neçə il üstündə gəzdirirsən. 2 dəfə, maksimum 3 dəfə. Ona görə hamısı yığılır göbəyə və ona görə Azərbaycanlılar bəyət dedim, işə gecikir. Nədir? Durub, budilniki qurub, vaxtında durub. Prosta ailə bilmir evin içində. Qan gedib çatmalıdır ora ki, tam bilsin, mən niyə durmuşam? Və adam var 20 dəqiqə boş-boşuna ayaq yolunda oturur.
utanmır ki mən nə edirəm? Mən adam var. Adam var eləyib çıxa bilir, adam var təzədən yoxlayır içəridə. Balta ilə atırsan ki, ay çıx, işə gecikdin, çıx. Həqiqətən də bunlar hamısı bilmirəm kimə real olaraq gəldi, kimə anormal olaraq gəldi. Amma bu mənim müşahidələrimdir. Hər halda diqqətinizə görə təşəkkür. Fərda Amin xüsusi olaraq gülüş yığması üçün çox təşəkkür. Dünya şöhrətli mətbəxlərin, dadlı yeməkləri olan restoranları, dəbdəbəli salonları və zövqlə bəzədilmiş lounjları ilə tanınan Rixos Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə gülüş yığması davam edir. Yığmamızın daha bir üzünü hamı səbirsizliklə gözləyir. O çox böyük məharətlə hamıya tanış olan əşyalardan müxtəlif yeniliklər düzəldir, müxtəlif yeniliklərdən danışır və əlbəttə ki, hamı mat-məəttəl qalır. Qarşılayın, sərbəst gülüş ustası Gülüşən Caba Cabir İmanov. Əziz dostlar, bəzi kişilərin işi olmasa da yanında 100% dişisi var. Mən bugün sizə gördüyünüz kimi boş, lazımsız kuloklardan və onların nəsə deyərlər cəmiyyətə, bizə, uşaqlara faydasından söhbət açacağım. Təbii ki, biz bu kuloklara mağazinlər nəsə alıb gətiririk, ondan sonra bunun içinə zibil atırıq, bağlayırıq və tulluyuruq balkondan, bağışlayın, küçədəki zibil qablarına. Əziz dostlar, əgər küçədə çox güclü yağış yağırsa, təbii ki, bu halda sizə ya çətir və yaxud da papaq lazımdır. Amma biz tənbəl insan olaraq heç vaxt çətiri özümüzlə götürmürük, yer tutur, ay mən nə bilim, ayıbdır. Papaq isə yağışın altında yaş ola bilər. Əlbəttə ki, bu halda balaca bir kulok sizin cibinizdən çıxıb, keçir düz başa. Bax, bu halda siz küçədə gəzirsiniz. Utanmayın bu kuloku başa taxmağa. Çünki bizim show biznesimizin bəzi qadın müğəndiləri belə şəffaf kulok kimi paltarı giyməyə utanmırlar cəmaatın arasında. Siz nədən utanırsınız? Digər bir məsləhət. Əgər siz hansısa tikintinin yanından keçirsinizsə, heç bir şey eləmək lazım deyil. Sadəcə olaraq bu kuloku bütövlükdə keçirdin başınıza. Bu kulok belə halda neyniyir? Sizin gözlərinizi, sizin burnunuzu, sizin ağzınızı tikinti tozundan qoruyur. Bəli. Belə olan halda da siz bu kuloku başınıza taxmağa ayıb bilməyin. Çünki o tikintidə işləyən insanlar, o ətraf mühitə yaydıqları çirki, tozu yaymaqla onlar düşünməlidirlər ki, bu tikintini xüsusi setka ilə bağlamaq lazımdır. Bağlamırlar. Bu isə başa kuloku taxmaqdan 100 dəfə ayıb sayılır. Mənə bugünə qədər bir şey çatmır, əziz tamaşaçılar. Bu soyğunçular, bank yaranlar, banka girib yaranda başlarına niyə qadın kalgotkası yenirlər? Ay qardaşlar, axı bu antisanitariyadır. Gül kimi kulok var. Keçirdin bunu başınıza. Girin banka. Stayat didriği sen ben ne bileyim ne pulların hamısını götürdün. Çıktın çöle. Kulokunu qəşəng çıxartdın. Pulları koydun onun içine. Ve salam. Get, heç kimin seninle de işi yoktu. Ama sen yolda bazarlık da eləyə bilərsən. Çünkü senin pulun da var, hop, kulokun da. Keçək növbəti bir məsləhətə. Tutalım ki, sizin evə qonaq-qara gəlibdi və siz əlbəttə ki, hamının qabağına damaşnik qoymalısınız. Ən gözəli, hər qonağa 2 dənə kulok verirsən, keçirlər içəri. Və yaxud özün getmirsən qonaq.
Nə böyük şeydir bunu belə qəşəng balaca sıx qoy cibinə. Qonaq gəldin, geydin ayağına, keçdin içəri. Yaxşı yadıma düşdü. Bir dəfə mən bir səhiyyə işçisinin evinə qonaq getmişdim. Çıxartdım bu kulokları, geyindim ayağıma, keçdim içəri. Qarşan ki, mənə damaşnik təklif edir. Dedim, ay qardaş, lazım deyil. Gül kimi mənim kuloklarım var. Bu həkim də bunu görüb, bundan sonra bütün xəstəxana və poliklinikalarda baxilləri tətbiq edir. Bax, belə. Əgər sizin evdə kuloklar qutarıbsa və siz bilmirsiniz ki, kulokları hardan alım, mağazaya getmək lazım deyil. Sadəcə küləkli havanı gözləyin və çıxın küçüyə. Onda mütləq hər hansısa kulok gəlib yapışacaq sizin düz sifət üzə. Cadı İmanov xüsusilə gülüş yığması üçün. Əziz dostlar, dünya şöhrətli mətbəxlərin dadlı yeməkləri olan restoranları, dəbdəbəli salonları və zövqlə bəzədilmiş lounjları ilə tanınan Rixos Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə gülüş yığması davam edir. Bilirsiniz ki, pəhlivanlar müxtəlif olur. Biri, misal üçün, güləşir. Digəri dəmir əyir, görmürsünüz də yəqin. O birisi saçları ilə maşın dartır. Gülüş yığmamızın növbəti üzvünün fiziki göstəriciləri bütün bunları etməyi imkan vermir. Ona görə də o elə-belə pəhlivan yox, əsl söz pəhlivanıdır. Qarşılayın söz pəhlivanı Səməndər Rzayev. Səməndər Bəli, tabi. Rzayev. Bəli. Necəsən? Nə var, nə yox? Şükür Allah, hər şey yaxşıdır. Danış görək, bugünkü söhbətimiz, bugünkü monoloqun nədən olacaq? Bugünkü monoloq yəqin ki, hamıya maraqlı olacaq. Çünki bu monoloqda mən Azərbaycan show biznes haqqında danışmaq istəyirəm. Kimdən? Nədən? Yoxsa Kimlərdən? Kimlərdən? Azərbaycan show biznes haqqında. Aha. Axır ki, bütün var qüvvəvi topladın və bu haqda yəqin ki, çox maraqlı bir monoloq yazdın. Yəqin ki, yaxşı alınır. Qorxmursan ki, və sənin söhbətin sonra müxtəlif qalmaqallara, müxtəlif dava-dalaşlara bir təkən olacaq? Yox, mən Tahir İmanovun layihəsində mənə heç kimə heç nə eləyə bilməz. Ya başqa cür deyil. Sən Tahir İmanovun krışası altındasan. Bəli. Əlbəttə ki, bunlar hamısı bir zarafatdır. Əsl həqiqəti isə Səməndər Rzayevin ifasında eşidəcəksiniz. Bugün mən bizim Azərbaycan show biznes haqqında danışmaq istəyirəm. Mənə elə gəlir ki, bizdə öz Azərbaycan show biznesimiz yoxdur. Biz ya türklərə oxşadırıq özümüzü, ya ruslara. Hərdən istəyirik Amerikaya gedib çıxaq, heç o da alınmır. Elə həmişə qalır necə var. Məncə, Azərbaycanda özdə belə bir söz var da, hamı deyir ki, show biznesə qatılmaq üçün soyunmaq lazımdır. Mən başa düşmürəm. Bu sözü deyən insanlar belə fikirləşirlər ki, Eyüp Yaqubov, Evariz Məmmədoğlu, bu hamısı soyunub düşüblər show biznesə. Yox, bu belə deyil axı. Məncə, Azərbaycanda show biznesə qatılmağın ən yaxşı yolu Aygün Kazımova ilə sevgi, məhəbbət macərasıdır. Gülürsünüz, hamımız belə baxırsınız ki, yox, belə şey olur. 100% belədir. Siz niyə? Özünüz bax, sayıram baxın. Faiq Ağayev, Namiq Qaraçıxurlu, Üzeyir Mehdizadə. Düzdür, Üzeyirdə alınmadı indi.
Bələt də neyini? Snoop Dogg. Snoop Dogg'u kim tanıyır? Bir daha Aygün Kazımova ilə klip, mahnı. Snoop Dogg'u indi Səlyanda da tanıyırlar, Neftçalada da tanıyırlar, Ucarda da tanıyırlar. Özü bizim show biznesdə xoşlayırlar da hər şeyi şişirtmək üçün. Aygün Kazımova Faik Ağayeva nə dedi? Dada! Faik Ağayev Aygün Kazımovaya nə dedi? Faik Ağayev Aygün Kazımovaya nə deyə bilər? Maksimum əldə bir qədər şərab səni əvəz eləmir. Sonra bundan artıq nə deyə bilər? Reperlər. Reperlər əvvəl 90-cı illərdə 2-3 dənə reper var idi. Ana Nağılbaz idi, Dəyirman idi, Elşad Xosa idi. İndi Dado, Nado, Ninado, Qaraqan. Özdə mən o Qaraqanın mahnılarına qulaq asanda mənim qanım qaralır əməli var. Üzeyir Mehdizadə, Azərbaycan show biznesində bu dəqiqə ən belə partladan adam Üzeyir Mehdizadədir. Bütün avtobuslar, dayanacaqlar, hər yerdə Üzeyirə qulaq asırlar. Mən başa düşmürəm, bu Üzeyir mahnıları necə yazır? Belə bir təsəvvürat yaranır ki, Üzeyir öz studiyası var, o studiyada yaşayır. Hər gün yuxudan durur, bir dənə şirin çay, girir qapını açır, bağladı, girdi içən. O mənim olmadı, hamı bilsin, o mənim olmadı, hamı bilsin. Çıxdı bayıra bir dənə çay, tezdən girdi studiyaya. O mənim olmadı, hamı bilsin, o mənim olmadı. Eyni cür mahnılar, axırda çıxır, prost oxuyur da, studiyada girir, ancaq sesini yazdı. Çıxır, bu minusu atın bir dənə, baxım görün necə alınacaq. Hə, zordur, qoq alsın. Bir dənə bu minusu atın. Studiyada mahnılar diska yazır, gəlir, avtobuslar şoförlərinə paylayır, axşam Ucara, Kürdəmirə tərpənən avtobuslar, Qubaya tərpənən avtobuslarda Üzeyrin raskurtkası əməli başlayır. Üzeyir, qardaş, buradan sənə üzümü tutulmaq istəyirəm ki, bu sahədə Azərbaycanda bir dənə Üzeyir var. İkinci Üzeyirə ehtiyac yoxdur. Üzeyir Həcbəyev olub, Allah rəhmət eləsin. Sonda isə demək istəyirəm ki, gəlin Azərbaycanda öz show biznesimizdə çalışmayaq özümüzü Ruslara, Türklərə və yaxud da Amerikalılara oxşadmağa. Gəl necə var, hələ də özümüz qalaq. Sizin qarşınızda çıxış elədi. Əsl Azərbaycanlı Səməndər Rzayev xüsusi olaraq gülüş yığması üçün. Yığmamızın bu nümayəndəsi gülüş fəndlərini öyrənmək üçün uzun müddət böyük gülüş ustalarının çıxışlarını izləyib. Ona görə də o çoxlu gülüş fəndləri bilir. Qarşılayın, gülüş fəndləri ilə arenaya yığmamızın əvəz olunmaz şərkçisi dəvət olunur. Ələkbər Əliyev. Salamlayırıq səni, Ələkbər. Çox sağ Və olun. diqqətlə, səbirsizliklə səni eşidirik. Misal üçün qadınlar haqqında. Hə, həm də lap onun olsun, çox danışan qadınlardan. Aha, sonra. Gözəl videomuz var pişiklər haqqında. Yenə də heyvanlar. Yox, heyvanlar deyəndə ki, heyvanlar haqqında var, gözəl videomuz var. Çünki bulvar haqqında süjet göstərəcəyəm. Nəhayət ki, bugün bu süjeti görəcəyik biz, əziz tamaşaçılar. Bəli, görüb biləcəksiniz və ondan sonra çoxları həmən süjetdə gördüyü insanları bəlkə də tanıyacaq. Yəni, şəxsən onları tanınmasa da deyəcək, 100% mən belə insanlar görmüşəm. Neysə, sizi intizarda qoymayım, süjetləri göstərməyə başlayayım. İcazə verirsinizlər müəllim? İcazə verirəm. Ələkbər Əliyev video fəndləri ilə uğurlar. Çox sağ olun. Bildiyiniz kimi bulvarda daima yeni karusellər quraşdırırlar. Növbəti videodakı qeyri-adi karuseli də bu yaxınlarda bizim bulvarda görə biləcəksiniz. Diqqət ekrana.
Ənzəli oyununu kim sevir? İnanıram ki, hamı. Çoxları bilmir ki, Ənzəli oyununu təkcə bizdə yox, xaricdə də oynayırlar. Amma özünə məxsus tərzdə. Diqqət ekrana. Hamımız bilirik ki, bəzi qadınlar danışmağı çox sevirlər. Misal üçün, növbəti videodakı qadın. Onun ağzını skoçla bağlasan da, yenə də danışmaq üçün yer tapacaq. İnanmırsınız? Gəlin birlikdə baxaq. Are you doing it? She's our baby. Okay. Ready to whistle? Okay, Joshua, whistle. Whistle again. One more time. Hər bir qızın pişikdən xoşu gəlir. Qurbağadan isə tam əksinə zəhləsi gedir. Məhz buna görə alimlər yeni eksperimenta əl atıblar. Onlar qurbağa ilə pişiyi birləşdiriblər. Gəlin görək nə alınıb. Mənim bir dostum var. Onun motosikleti olmasa da hər gün motosiklet sürür. İnanmırsınız? Gəlin bir yerdə baxaq. Videoda gördüklərinizi evdə xahiş edirəm təkrar etməyin. Ələkbər Əliyev xüsusən gülüş yığması üçün. Əziz dostlar, gülüş yığmasının dostlarını sizə təqdim eləmək istəyirəm. Onlar bizim sponsorlardır. Arenaya gülüş yığmasının baş sponsoru, dünya şöhrətli mətbəxlərinin dadlı yeməkləri olan restoranları, dəbdəbəli salonları və zövqlə bəzədilmiş lounjları ilə tanınan Rixos Quba Azərbaycan Otelinin nümayəndəsi dəvət olunur. Xoş gəlib, səfa gətirmişsiniz. Çox sağ olun Tarih müəllim. Necəsiz Tarih? Çox sağ olun, siz necəsiz? Biz də yaxşıyıq, şükürlər Peki, olsun. Buyurun, eşidirik sizi. Bəli Tarih müəllim, bugün mən Rixos Quba Azərbaycanda fəaliyyət göstərən növbəti bir xidmət haqqında bizim tamaşaçılara məlumat vermək istəyərdim. Bu bizim VIP transfer xidmətlərimizdir. Bildiyimiz kimi bizim otelin ərazisində helikopterin enməsi üçün ərazi var. Helikopter. Bəli, bəli. Geniş kütlə hələlik bilmir bu nə deməkdir. Belə deyil, Lorun dilində vertolyot deyirlər ona. Bəli, yəni hər hansı bir xaricdən və yaxud da Bakıdan hər hansı bir qonaq, Bakıdakı qonaq təbii ki, avtomobilə də gələ bilər, amma istəsə biz onu hava limanından helikopter vasitəsilə bizim otelə gətirə bilərik. Bu bizdə VIP xidmətdir. Elə ki, biz hər hansı bir xarici qonaq gəlib Bakıya artıq neçə saatdır, yorğundur filandır, istəyir Azərbaycanı mənzərəsini göydən, yuxarıdan görmək və helikopterlə və bizim otellə əlaqə saxlayaraq bizim oteldən rezervasiya edir, bronlaşdırır. Ondan sonra biz helikopter vasitəsilə həmin qonağı Rixos Quba Azərbaycan otelinə gətiririk. Helikopterin özündə, Bəli. mən belə başa düşürəm ki, 20 dəqiqə, 25 dəqiqəyə Bakıdan Qubaya çatmaq olar. Təxminən bəli, yarım. Təxmini, bəli. Küləkdən asılıdır, göydə olan qaylardan asılıdır, birdən helikopteri saxladı, cərimə meydançasına saldı. Misal üçün, helikopterin içində nə kimi servislər var?
Helikopterin qeyd etdiyimiz kimi kabinəsində bizim VIP müştərilərə xüsusi təkliflərimiz, yəni xidmətlərimiz olacaq. Orada su, ondan sonra kofe filan təklif olunacaq. 3 xidmətlər təklif olunur helikopterin içində. Birinci xidmət yeyib içmək, ikinci xidmət yeyib içmək və nəhayət yeni bir xidmət yeyib içmək. Əziz dostlar, bunlar hamısı Rixos Quba Azərbaycan otelinin sayəsindədir. Təşəkkürümüzü bildiririk Çox sağ olun, bizim bəli. baş sponsorun nümayəndəsinə. Gülüş yığmasının tarixində o qədər yadda qalan parlaq parodiyalar, musiqi nömrələr olub ki, onları sizdən gizlətmək ədalətsizlik olardı. Əziz tamaşaçılar, sizin xahişlərinizi və təkliflərinizi nəzərə alaraq Gülüş yığmasının musiqilik hit paradını təqdim edirik. Hit the road, Jack. Don't you come back no more, no more, no more, no more. Hit the road, Jack. And don't you come back no more. Günlerin bir günü dostlarımla mən pul yığdıq, bir quzu aldıq bazardan. Kebabı bişirmek boyun oldum mən. Həmin gün dostlarım öldüler acından. Yüreğim yanar, kuyruk odlanar. Bütöv kuzunu yandırdım yaman, yandırdım yaman. Dostlar hislendi, məndən incidi. El bir oldular, məni tuttular, şişe çektiler. Yüreğim yanar, kalbim odlanar. Paşarnikləri mən gözlədim yaman, gözlədim yaman. Bildiyinizə görə stomatologlar pasiyentlərinə gülüş yığmasına baxmağı məsləhət görürlər. İndi başa salacağım niyə? Çünki pasiyentlər bizim verilişə baxanda ağızlarını geniş açırlar. Həkimlər də pasiyentlərin dişlərini rahat müalicə edib, yaxud çıxarda bilirlər. Əziz dostlar, dünya şöhrətli mətbəxlərin dadlı yeməkləri olan restoranları, dəbdəbəli salonları və zövqlə bəzədilmiş lounjları ilə tanınan Rixos Quba Azərbaycan otelinin baş sponsorluğu ilə gülüş yığması davam edir.
Sultan alıram. Mis alıram. Kalonka alıram. Alminum alıram. Hoy! Rüşvet alıram. Damatın kazancının bir hissesini alıram. Şapka alıram. Rüşvet alıram. Şirinlik alıram. Resept yazıb əvəzində pul alıram. Xəstənin qohumlarında olan qalan qəpik kuruşlarını alıram. Maşın alıram, araba alıram, avtoşluq edenlerin elinden maşın alıram, araba alıram. Hoy! Günlerin bir gününde qara kostyumunu geyinib, gözəl ətir vurub, Məmməd kişi nazirliyə yollandı. Bütün yol boyu o öz problemini hansı formada nazirə danışacağını məşq edirdi. Məmməd kişi çox xoşbəxt idi. Çünki 100% əmin idi ki, nazir onu qəbul edəcək və öz köməyini əsirgəməyəcək. Beləliklə qəhrəmanımız gəlib çatdı nazirliyin iri qapılarının qabağına. Qürurunu toplayaraq nazirliyə qəbul oldu və nazirin katibəsinə yaxınlaşdı. Maraqlısı budur ki, növbə yox idi və nazirin katibəsi təbəssümlə Məmməd kişini nazirin kabinetinə ötürdü. Bax belə, nazir Məmməd kişini qəbul elədi. Ay kişi, mən sənə dedim ki, uşağa nağıl danış. Sən niyə nazirdən, qəbuldan danışırsan? Deyirəm, nazir Məmməd kişini qəbul elədi. Bundan gözəl nağıl ola bilər. Və məhz buna görə Rixis otelindəki masaj ən yüksək səviyyəli masaj hesab olunur. Olar ki, siz ancaq masaj eləyəsiz, yoxsa səhərdən elə danışırsınız. Olar mən yatım, siz isə işinizə sakit, səssiz davam eləyəsiz. Olar xanım, nöş olmur, siz rahat yatın, yatın. Gəl, sakit, gəl. Necədir? Xoşuma gəlir? Masaj eləmək istəyirsən, hə? Əladır, niyə istəmirəm ki? Ala, deyən ala, havayı zat deyil, yarım saata 50 man. Sən də ki, hər şeydən pul çıxardırsan da. Dəqiq deyən. Vaxt getdi. Müəllim, bizi niyə Rixis otelə gətirmisiniz? Bugün biz icra başçıları kurslarında çok vacip bir ders geçeceğiz. Onu da deyim ki, siz icra başçıları kurslarında her şeyi öğrenmişsiniz. Amma kalıp vacip bir şeyi öğrenmek. Gelin minek ve kalkak yukarı. Ha, gelip çıktık dağın kellesine. İndi buradan yukarıdan aşağı bakın. Müəllim, ay müəllim. Biz icra başçılarının kurslarına gəlmişik. Bizi niyə bura gəzməyə gətirmisiniz? Biz bura gezmeye gelmemişik. Biz bura icra başçısı olmak için en esas şeyi öğrenmeye gelmişik. Nəyi müəllim? Yukarıdan aşağı bakmağı. Gördünüz? Siz yukarıdan aşağı bakmağı öğrenmelisiniz. Başa düştünüz? Bizde icra başçısı olmak için ilk növbədə hamıya
yuxarıdan aşağı baxmalısınız. Əziz dostlar, hörmətli xanımlar və cənablar, mənə inana bilərsiniz, hələ indiyə kimi onunla heç bir ulduz söz güləşdirməyi bacarmayıb. Görək, bugün necə alınacaq? Qarşılayın, arenaya söz güləşdirən Elməddin Cəfərov çıxır. Hoş gördük, Hoş gördük Elməddin. Nə var, nə yox, necəsən? Çox sağ ol. Bir hafta ərzində çox dəyişmişsən. Arıqlamışam, kökəlmişəm. Yox, dəyişmişsən sadəcə. Hər dəfə səndən təzə bir şey öyrənirəm. Bəli, öyrətməyi sevirəm. Çox oxuyuram, çox mütaliə edirəm. Çox danışa bilərəm özüm haqqında. Bəlkə bugünkü qonağım elə özüm olum. Siz və sualları kim verəcək? Ekizsiniz, yoxsa necə? Elə özümü sual verirəm. Mən bilirəm nə suallar verib daha çox ön plana çıxa bilərəm. Belə deyək də, bu eksperiment haqda biz düşünəcəyik, mən sənə söz verirəm. Amma təklif edirəm, bugün qonağımız başqa bir insan olsun. Bugünkü qonağımız əslində var, çox dəyər verdiyimiz, bizi 15-20 il geriyə aparan. Yox, sözün o mənasında yox. Gəldi, verilişə, qonaq oldu, bizi 20 il dalatdı mənasında yox. Fikrimizdə. Məktəb illər mahnısından daha çox mən... Lalə Məmmədov, əziz dostlar. Və düşünürəm ki, bugün Elməddinin ona çox maraqlı sualları olacaq. Gəlin baxaq. Xoş gəlmisiniz Lalə xanım. Çox sağ olun. Necəsiz? Yaxşı. Söz güləşdirməyi bacararsınız? Baxır kimi ilə. Bizlə bacararsınız. Sizə gücüm çatmaz, amma çalışaram da, mən təkəm herhalde. Amma yoxlamağa dəyər. Təqdimata ehtiyac yoxdur da, düşünürəm. Azər. Yox, təqdim elədir. Azər qardaşımız bizim... Qardaşsınız artıq. Bəli, qardaşlaşdıq. Danışmır o, o özünü heç sənə təqdim eləməyib. Nə vaxt qardaş Mən olursunuz? Elməddin kürəyi ilə çoxdan qardaşlaşmışam. Ona görə heç bir Həqiqətən problem mən yox. biraz arxaya oturum, hər veriliş. Yaxşı ki, sən enli kürək deyilsən. Yox. Yoxsa Azər məni görməzdi. Qərəsində görmək olur, mümkündür. Tahir İmanov. Yəni, əslində Tahir İmanov deyəndə bəs edir məncə. Cabir əmsoğludur, Tahirin. Əmsoğludur, öyle düşün. Bilirəm, aydındır. Qonşu. Və qonşu hətta. Mən də Elməddin. Biz burada söz güləşdirməkdən də biraz suallarımızla biraz söz güləşdiririk. Hazır? Getdik? Getdik. Yallah. Deməli, Natəvan Həbibi bu yaxınlarda solo konsert verdi. Faiq Ağayev bir gözəl mahnı, yayın xitini demək olar ki, hazırladı. Aygün Kazımova Amerikada getdi, Snoop Dogg'la duet oxudu. Kimlə? Snoop Dogg'la. Snoop Dogg olsun. Yəni, o da mənim adımı düzgün tələffüz eləmirdi, çox da dirəkdir. Sonra Röya Türkiyədə klip çəkdirdi. Sizdə nə var, nə var sıqadan? Məndə bir işlər gedir ki, mən prosto desəm, qorxuram göz dəyər də mənə. Nə işdə? Abadlıq işləridir. Abadlıq işləri də var, içində yaxşı işlər də var. Deyil. Bir dənə də çox gözəl bir işim var ki, inşallah həyata keçsin, onu belə böyük məmnuniyyətlə hamıya təqdim edəcəm. Yaxşı olur, inşallah. Nədir o görə? İnşallah. Surprise? Surprise, yes. Xahiş edim, bax, efirdə rusca, ingiliscə danışmaq olmaz. Mən neyini var? Sizin eviyyəsi məni danışdırır. Problem ondadır ki, mən montajda onu kəsəcəm, amma sizin surprise-ınızı saxlayacağım. Surprise gözəl səslənir axı. Bəzi jurnalistlər surprise ilə surpriz deyirlər. Surpriz. Ha, düzdür. Deməli, Lalə xanım, mən sizin haqqınızda axtarış verdim internetdə. Nə məlumatlar Virtusa düşmədi kompüterimizə. Əvvəldə error verdi, sonra bir kompütera. Yox, ən çox çıxan məktəb illəri çox çıxdı. Sonra Azərbaycan nəşrində Füzuli adlı... Nəşrində yox. Azərbaycan... Çağdaş nəslində Füzuli təsirləri.
hazırlayırsınız. Bir çox xarici dillər bilirsiniz və yaxud xarici dil bilməyən müğənniləri görüb tanırsınız ki, bunlar yeyib xarici sənətlər danışır. Yox, onlara görə burada utanmıram. Onlar burada öz dilimizdə danışır. Onlara görə qastrollarda biraz utanıram da. Deyirəm ki, da belə bahalı sumka götürürsünüz, ayaqqabı götürürsünüz. Nə olar, ayda bir 100 manat verin, bir müəllim tutun. Heç olmasa adi danışıq dilini öyrənin. Sizin yerisini bilirsiniz. Deyilənə görə Düz İngiliz. Baxın, Tahir qardaş dedi ki, çəkməyin də adını. Ümumiyyətlə, başqa dildə İngiliscə danışmayın. Ona danışmayın. görə mən də Yox, danışmıyorum. təbii ki, biz burada şou niyyətlə danışırıq. İngiliscəsində bilsəydim dayı nə olar? Əgər bilsəydim İngiliscəsində, açıq deyim, Tahir 50 dəfə desəydi danışma, reklam üçün danışırdım. Azər, Polajeniya sən baxırsan da, niyə? Mən icazə verirəm ingilis dilində danışılır. Bilirsiniz, Ay, 2 icazə saniyə verin. sonra dayanasın. Elməddin ingilis dili bilsəydi burada neyini Amma siz... Amerikanın ən məşhur kanallarında. Çox sağ olun. Amerika. Çox təəssüf ki, elə orada qutarır məndə. İngilis dilini amma mükəmməl bilirsiniz, bildiyim qədər. Sizə elə gəlmiş ki, bu üstü örtülü müğənnilərə o deyirsiniz 100 manat verin ingilis dilində müəllim tutun filan beyma. Üstü örtülü əməlli başı tələbə yığmaq istəyirsiniz. Kaş ki, mənim vaxtım olardı. Nə olar, elə pulsuz hazırlaşardım. Mən artıq bir aktyor kimi yox, bir tamaşaçı kimi bunu qeyd eləmək istəyirəm ki, sizdən sonra məktəb illəri mahnısını kimsə ya xor şəklində olub, ya qrupa şəklində olub, kimsə oxuyub bu mahnını. Oxuyub. Hə, mən açıq deyirəm, mənim xoşuma gəlməyib. Çünki əziz tamaşaçılar, bu şəxsən mənim fikrimdə ola bilsin ki, subyektiv fikirdir. Lalə xanım bu mahnıya sanki bir möhür qoyub. Və o Lalə xanımdan bu mahnını, Lalə xanımdan sonra bu mahnını oxumaq mənə belə gəlir ki, böyük bir qəbahət. Bir də yenə mahnıya qaydasam, çünki dedim axı, axtarış verəndə məktəbilləri bir yerdə çıxır. Və deməli, biz səfərdə olmuşuq xaricdə, xaricində Rusiya və yaxud Urusiyada deyənlər var. Urusiyet də deyənlər var. Yadınızdadır da bizim konsertimiz. Mən baxmışam ona, sən oxumusan, Lalə xanım da aparıcı olub. Ay, sağ ol. Əslində mən oxumaq istəmirəm, çünki insanlar pul qazanmalıdır, oxumağın da çörəyimdən qazanım. Bizim bazarımızı öldürməmək üçün oxumursunuz. Çox sağ olun, minnətdarım. Mən də 8-ci diapazonu geçmişəm. Çox mükəmməl. Deyim ki, konsert çox sönük keçirdi Lalə xanımdan sonra. Biz nətər düşünürük? Lalə xanım aşağı ritmdə, şeydə, nay, yox. Yatızdırmağa çalışır. Yox, elə fikirləşirdik. Amma konserti bir ritmik mahnılarla çox belə şux hala gətirdim, mənim üçün də asanlaşdım. Amma bir dənə şey, tam səmimi, bildin də, belə təriflədim, dedim. Səni nə qədər çox istədiyimi bildirdim, reallığı danışdım. Amma bir reallığı da deyim. Məktəb illərindən populyar oldunuz. Bəli. Sonra arada mahnılar oxudunuz, Son Zəngdə var idi. Son Zəngi bir ay bundan qabaq oxumuşam. O yəni tamam başqa artıq bir 12-13 il keçib arasından. Onları eyniləşdirmək də düzgündür. Yəni bir ayda da görürsünüz işte. Son Zəng temasını çıxardım, üzr istəyirəm. Sən qeyrət həsən var. Bütün sualımı öldürdüm. Dəstən verim. Mən bir tərəfdən çox sevinirəm bu məktəb illəri mövzusundan. Mən elə gəlir ki, mən heç vaxt qocalmayacağam. Həmişə məktəbli qız qalır. Yəni də bu mahnını yazdırın Lalə xanım. Adın qoyun zəng ancaq müəllim üçün. Tamam var abi. Bütün mahnılar maşallara məktəbə həsr olur. Son zəng müəllim üçündür. Müəllimlər iclası. Məktəb illərini oxudunuz. Gündəm o vaxtda biz təzə başlayanda sizdə eyni vaxtda demək olar ki, başlamışıq. 2001, 2002. Təbii ki, eyni vaxtda bizim də bir... Sonra bir müddət sonra biraz uzaqlaşdınız və o mahnının üstündə qalmaqal yarandı. Və gündəmə qayıtdınız. Sonra biraz belə, vallahi yenə uzaqlaşdınız. Bax, tam ciddi deyirəm. Sonra yenə o imin, məhz o mahnının üstündə qalmaqal. Bu il, bu ərəfə biraz yox idiniz da. İndi Allah sağlasın, Nərmin, Nərgiz. Nərgiz böyük qızımdır. Çinarə. Çinarə, Allah sağlasın. İndi ailə ilə, uşaqla bağlı biraz efirdən uzaqlaşmışdınız. Qayıdışınız? Bəd xəbərləri ancaq verdi. Haçan mən yox edim, haçan mən yox edim. Hər şeydə bilirsən. Qayıdışınız birbaşa. Yenə o mahnının bir balaca qalmaqalı oldu bu yaxınlarda, may ayında.
May ayında işte. Elmətin, mən belə başa düşdüm ki, siz girmisiniz o Google-da axtarış edəndə, belə siz necə o ara saytları var. Ötəri Belə nəzər. kimsə kiməsə nəsə məktub yazıb, orada da mənim haqqımda məlumatlar gedir. Hər yerdən, Hər halda yəni bunlar açıq deyim, çünki bu rəsmi mənim bir məlumat deyil. Əvvəla mən mahnı müəllifi deyirəm ki, mahnıya kiməsə qadağa qoyum. Tahir bəy çox gözəl sözlər dedi, sağ olsun, təşəkkür edirəm. Ancaq mən yenə də ona da hazırlayam ki, bəlkə gələn hansısa bir nəsildə onu məndən də gözəl oxuya bilən ifaçılar ola bilər. Amma hər halda mən hər kəsin qulağına belə deyə gözündə o məktəblərin ən yaxşı ifaçısı kimi qalmışamsa, mənə doğrudan da çox Amma xoşdur. razılaşıb, babat reklamı getdi. Çox xoşdur. Amma mən bir şey deyim, amma o mahnının çox gözəl ifaçısı da var. Yanımızda əyləşib Cabir İmanov. Oxumuşsan. Onu Elişin adından oxumuşdu o Var, vaxtlar. olur. Bəli, Var, bəli, var, bəli. var. Ha, onu mütləq Olub. O demək sujeti birazdan bağa lazımdır. sıraslamışam. Bir dənə də şey deyim. İndi Füzuli... mən bir dənə başa düşmədim. Sizin sözünüzün sonu nə oldu? Mənə Sözümün sual verəcəydiniz ki, sonu- bəd xəbərlərdən sonra Hə. məğzi. Hə. Yəni, əslində sual da yadımdan çıxır. Çünki ayrı sual Mən itib hazırlamışam. batmağı sevən ulduzlardanam da belə çıxdı. Elə çıxır. Bəlkə belə bilmirəm, mən nə onu orada bilim. Mən ailə deyiləm ki, mən elbətdirəm. Sağ Füzuli əsəri nədir? Füzuli əsəri deyil. Füzuli Mən təklif edirəm əvvəlcə Elmətinə başa salarsınız. Füzuli kimdir? Yox, Sonra əsərdən danışarsınız. Füzuli elmətli filologdur. Tarix filologiyanı bitirmişəm. Yəni mən nəsbini də izah eləyə bilərəm sizə Füzulidə. Mən Azərbaycan dili ədəbiyyatı bitirmişəm 5 il universitetdə. Filologsan sən? Da. Fillər mənim dostumdur. Filolog. Mənim itib batmağımı nəzərdə tutursunuzsa, mən ümumiyyətlə sevmirəm ki, bir işim olmayınca, bir yenilik, yəni mahnılarımda bir hardasa deyək ki, ara olanda, onda mən də efirlərdə olmuram. Ancaq Yox, bu nədir yəni? Nə bu nədir? Üzr istəyirəm. Biz məlumat topladım, amma başım çıxmadı. Yəni nədəndir? Deməli, Azərbaycan nəşrində Füzuli... Nəşr deyil, nəşr başqa bir şey. Vallahi elə yazıblar. Elə də yazıblar. Yəqin onu bir savad jurnalistlərimizdən kimsə yazıb. İndi mən deyirəm, sonra da yazırlar mənə məktublar ki, Yox, xahiş siz niyə edirəm. bütün Bugün deyin, jurnalistləri... bu məsələyə bir dəfəlik nöqtə qoyaq. Niyə jurnalistləri təhqir edirsiniz? Estağfurullah, təhqir edəmirəm. Necə ki, bizim hər bir sənət sahəsində təsadüfi insanlar var. Yəni, o sənətin dərinliyini, belə tarixini, daha doğrusu dəyərini bilməyən insanlar var da. Məsələn, mənim üçün səhnə müqəddəsdir və o səhnədə kimsə çıxıb elə özün üçün paltarını göstərib və mahnını heç məzində anlamayıb, çalıb oynayıb gedən insan gözümün düşmənidir. Bozbaş Çünki mahnı oxumaq mən o səhnəyə başqa bir Belə yəni yanaşıram. Aramansı. Bozbaş mahnısı kimə nəyə deyirsiniz siz? Bax, bozbaş nədir? Bozbaş yeməyi yeyirik. Hə, yaxşı. Yəni, mahnıda mənə elə gəlir ki, o bozbaşla eyniləşdirmək də heç düz deyil. Ay, sağ ol. O cür gözəl Çünki- Azərbaycan gözəl mətbəxinin yeməyi. yeməyi. Çünki hə, o mahnı tam o başqa, ona başqa bir ad fikirləşmək lazımdır. O ad fikirləşdiyimiz mahnılardan oxuyursunuz. Bir dəfə sizə bir maraqlı bir şey danışdım da olmuş hadisədir. Bir dəfə jurnalist mənə sual vermədi, danışır bu vaxt oddu alovlu. Birdən deyir ki, Larıxan, bəs sizə 1 milyon versəydiniz, siz mahnı oxuyardınız. Və belə dayandım. Dedim, aha, 1 milyon versəydilər, bəlkə də oxuyardım. Bir də üzrsə fikir verirsiniz. Amma bilirsiniz necə, Bizim oxuyardım. hamımızın beynindəki sonuncu rəqəm 1 milyon da. Hamımızın, bütün jurnalistlərdə, məndə də 1 milyon. Bunun ikisi də var da, bunun üçü də var. Niyə Onun görə təməlini birdən birinci dayanırıq? Nazim qoydu, keçən verilişdə. Hə, həqiqətən. Yox, yəni biz sual verəndə də 1 milyon tərəfə verə bilmir ya. 1 milyon adam var ki, 1 milyon olsun. Yox. Bilirsiniz nəyə əslində çox güvənib dedim ki, oxuya bilərəm. Yəni fikirləşdim ki, mən onu özüm kimi oxuya biləcəm. Ona görə dedim ki, bəlkə 1 milyon versə, bəlkə o mahnını mən elə bir formada oxuya bilərəm, bəlkə onu sevənlər tapılar. Amma Yox, yalan deyir. onlara Ki, məhz desəm milyon elə satır. forma lazımdır. Elə formada söz vermirəm onu. Tahir İmanov adlı bir yazar var. Aforizm yazarıdır. Onun Mən deyirəm, başqa Tahir İmanovdur. O da əsrin çempionudur, o da məşhur KVN-şikdir. Yəni, əslində mən də seçəmirəm hansı-hansıdır, amma var. Belə Onun bir aforizmlərini bir ikisini deyin də, mən də bilim. eşitmək istəyirsən. Əlbəttə. Sən yaxşı bilərsən. Deyim də. Övlada düzgün tərbiyə vermək, onu doğru yola yönətmək hər bir insanın uğurlu sərmayəsidir. Məhz bu sərmayə sənə ömrünün axırına kimi fayda gətirəcək.
uzaqda. İstəyirsən qönçə olub açıl budaqda. İstəyirsən nəğməyə döndün yüz dodaqda. Sən mənim ürəyimdəsən. İstəyirsən yaxında ol, istər uzaqda. İstəyirsən qönçə olub açıl budaqda. İstəyirsən nəğməyə döndün yüz dodaqda. Sən mənim ürəyimdəsən. Dağımda, dərəmdə, düzümdə sənsən. Qəlbimdə, arzumda, gözümdə sənsən. Dünyaya baxdığım gözümdə sənsən. Sən mənim ürəyimdəsən. Dağımda, dərəmdə, düzümdə sənsən. Qəlbimdə, arzumda, gözümdə sənsən. Dünyaya baxdığım gözümdə sənsən. Sən mənim ürəyimdəsən. Dağımda, dərəmdə, düzümdə sənsən. Qəlbimdə, arzumda, gözümdə sənsən. Dünyaya baxdığım gözümdə sənsən. Sən mənim ürəyimdəsən. Dağımda, dərəmdə, düzümdə sənsən. Qəlbimdə, arzumda, gözümdə sənsən. Dünyaya baxdığım gözümdə sənsən. Sən mənim ürəyimdəsən. Sən mənim ürəyimdəsən. Sən mənim ürəyimdəsən. Bravo. Əziz dostlar, hörmətli tamaşaçılar, unutmayın, hər şənbə axşamı siz dünya şöhrətli mətbəxlərinin dadlı yeməkləri olan restoranları, dəbdəbəli salonları və zövqlə bəzədilmiş lounjları ilə tanınan Rixos Quba Azərbaycan Otelinin baş sponsorluğu ilə gülüş yığmasına baxırsınız. Bu ölkədə bu yığmanın rəqibi yoxdur. Meşələri, dağları, buz kimi bulaqları tanıdı bütün dünya. Rixos gəldi Qubaya. Burada gözəldir hər an, 5 ulduzlu bu məkan. Sizi gözləyir Rixos Quba Azərbaycan.